Bugün sizi Kapadokya'da beğendiğim 2 yere aparırım. Açığı bura gelmezden əvvəl Kapadokya'nı daha çok hava şarlarıyla tanıyırdım. Ama geldikten sonra başa düştüm ki bölgenin gözəlliyi təkcə bununla bitmir. İlk dayanacağımız Ürgüpdə yerləşən Təmənni təpəsi oldu. Bu təpə əsrlər boyu şəhərin ən önəmli nöqtələrindən biri hesab olunub. Adını da təmənni, yəni arzu dilək sözündən alır. Geçmişdə insanlar bura çıxaraq dilək tutur, şəhəri seyr edirlərmiş. Bugün də Ürgüpdə yuxarıdan izləmək və Kapadokya'nın möhtəşəm mənzərəsini seyr etmək üçün ən gözəl yerlərdən biridir deyə düşünürəm. Daha sonra isə Böyükaktan yeraltı evinə getdik. Bura Kapadokya'nın ən məşhur qaya evlərindən biridir və təxminən 100 il əvvəl burada insanlar yaşayıb və yaşadıkları kimi də qorunub saxlanır hal-hazırda. Qayaların içinə oyulmuş otaqlar, dar keçidlər, mətbəx, ambar çox qəşəng idi. Atmosferini çox bəyəndim. Yəni İçeri girdiğin anda özünü sanki geçmişe seyahat etmiş gibi hissettim. Geze düşünürdüm ki insanlar bu mekanlarda necə yaşayıb, günlük həyatlarını necə qurublar. Məni ən çox təsirləndirən isə hər şeyin bu qədər yaxşı qorunub saxlanması oldu. Təbii ki, kamera ilə o qədər də yaxşı göstərə bilmərəm buranın atmosferini. Canlı yaşamaq çok güzel bir his idi. Kapadokya'nın en sevdiğim tarafı ise elə budur. Hər dəfə elə bilirsən ki, artıq hər şeyi görmüsən, amma yenə qarşına səni heyran edəcək başqa bir yer çıxır. Tarix, təbiət, mədəniyyət burada bir-birini o qədər gözəl qarşılayır ki, hər addımda yeni bir hekayə kəşf edirsən. Əgər nə vaxtsa yolunuz Kapadokya'ya düşsə, təkcə hava şarları ilə kifayətlənməyin. Ürgüpdə də vaxt keçirin. Bu arada gəlin odası adlandırılan bu odanı çox bəyəndim. Yəni çox qəşəng idi, həm çox sərin idi, həm mənzərəsi hədsiz gözəl idi. Baxın o mənzərəsi idi. Daha sonra yemək üçün istifadə olunan fərqli misdən və saxsı qabları gördük. Onları da çox bəyəndim. Çox qəşəng idi. Çox gözəl saxlanılmışdı həqiqətən. Videom bu qədər idi. Məni izləməyə almağı, kanalıma da abunə olmağı unutmayın. Mənə dəstək olsa çox sevinirim. Hələlik.